بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. انی لا اری الموت الا سعاده ولا الحیات مع الظالمین الا برما. Kərbəla hadisəsini təhlil eləyirdik. Bu hadisə nədir? Bəzən çox minimum təhlil elərlər. Ya bu aşağı səviyyədə. Deyərlər matəmdir. Deyərlər məsələn bir faciədir. Düzdür, Kərbəla matəm də içində var. Faciə də içində var. Demirik faciə dəyi, matəm dəyi. Amma təhcə o dəyi. Faciə ilə fərqi var. Matəm ilə fərqi var. Nə fərqi var? Əsas fərqi İmam Hüseynin düşünülmüş hərəkətidir. Onlarda faciə ki baş verir, ona ki faciə baş verir, bu hərəkət eləməyibdir, iradə eləməyibdir, ona zülm olubdur, ona məzlumiyyət gəlibdir, onu öldürüblər, onu faciəyə salıblar. Amma imam düzdür, faciəyə düşüb, amma özü bu yolu seçibdir. Şəhid ilə avariyada ölənin fərqi nədir? İkisinin də mümkündür, məzlum olub da, ya birini bir zalim gələ öldürə. Gecə yatıb gələ evində öldürə gedə. Şəhid ilə fərqi nədir? O ikisi də məzlum baxımından məzlumdur. İkisinə də zülm olubdur. Amma biri bir iş istəyir görsün. Bir agahlıqla bir iş addımlar atır. Düşünərkən öz iradəsi ilə bir işlər görür. Biri də fəqət zülm olub biləsinə. Yuxuda idi, vurublar, öldürüblər. İnsani baxımdan ikisinə də biz kədərlənirik. İnsani baxımdan ikisinə də narahatıq. Amma məktəb baxımından onun məktəbi yoxdur. Gəliblər, öldürüblər, fəqət biz narahatıq. Məzlum oldu. Məzlum öldürdülər. Amma bu birisinin məktəbi var, axtarmalı yox. Bu niyə bu addımlar attı? İmam Hüseynin şəhadəti bilənçidir. Şəhid şəhadətidir. Şəhid yəni düşünərkən can verib. Şəhid yəni özü planı ilə bu yola addım atıbdır. Şəhid yəni öz xəritəsi var, öz iradəsi var, öz planı var, öz işi var. Eyni halda məzlum öldürüblər, məzlum şəhid ediblər. Ayrı ifadə ilə desəm, şəhiddə məktəb var. Amma bu birisində məktəb yoxdur, fəqət qəm və kədər var. Məzlumdur, məzlumluğuna görə narahatıq, məzlumluğuna görə matəm saxlayırıq. Amma şəhidin məzlumluğuna görə həm matəm saxlayırıq, həm dərs alırıq. Həm məktəbdir, qrupdur. Ona görə əbədi qalır. Şəhid oxşayır şəmə. Şəm fəqət yanmır, işıq da verir. Ərimir, işıq da verir. Təhcə ərisə, şəm olmaya, yağdır. Yağı sən qoysun, otun üstündə əriyər. Amma şəm olsa, əriyə-əriyə işıq verər.
Şəhid yağ deyil, şəmdir. Fərqi budur. Ona görə bu məktəbdir. İmam Hüseynin məhərrəmliği məktəbdir. Özü də danışdıq ki, layə məktəbdir. Birinci layəsin bu 3 cələsədə danışdıq. O nə idi? İslam cəmiyyətində bir dəyişiklik yaratmaq, İslam cəmiyyətində bir paçlıq yaratmaq, salihliğa çağırmaq. Niyə bu cür yaşayırsınız? Niyə heç kim batilə göz yumur? Haqq əməl olunmur, dinmisiniz. Batilə əməl olunur, cinə sususuz. İmam Hüseyin bu sözləri deydi. İslah, birinci İmam Hüseynin layəsi, Kərbəla layəsi, ümmət-i Muhammədi sallallahu aleyhi və sellem. İslah eləməkdir. Birinci buydu. Amma bu gündən ikincisini başlayıram, ikinci layəni. İslam cəmiyyətini islah eləmək deyil. Bu ayrı bir şeydir. İnsan ruhunun əzəmətini bildirməkdir. İmam deyir, mən beyəti zalimə, zillət bilirəm. Zillətli yaşayışı qəbul eləmərəm. Bu bir ayrı məktəbdir. Zillətli yaşayışı qəbul eləməmək. Bu bir insanşünaslıq məktəbidir. Bu insan ruhunu dəyər vermək məktəbidir. İnsanın ruhu nə qədər ülvidir, nə qədər qiymətlidir. İmam cümlələrinə baxın, oxuyun bilözə. Buyurur, enni la ərəl mevtə illa səadə. Mən Allah yolunda şəhidliği seçərəm və bu seçimi səadət bilirəm. Ölüm bilmirəm. Düzdür, ölürəm, vəli səadət bilirəm. Vələl həyatə məəz-zaliminə illa bərəma. Mən zalimlərə əyəm. Zalimlərlə bir yerdə yaltaqlıq eləyəm, yaşayam bir 5-16 gün, onu zillət bilirəm, xarlıq bilirəm. Bunu mən qəbul eləmərəm. Ya İmam bir cümləsində buyurur ki, la vallah la utihim beyədi ita'əz-zəlil. Bunlar fikirləşirlər və mən əlimi uzadacam, Yəzidə beyət eləyəm. Mən zəlilcəsinə əlimi Yəzidə vermərəm. Və la əfirru fərarəl əbid. Qul kimində qaçmaram ha. Qaçıb gizlənmərəm də. Nə zəlilcəsinə əlimi verirəm Yəzidə, nə qul kimində qaçaram. Mən dayannam. Buna deyərlər izzət. Buna haman cümlədir ki, İmam əbədi bir bayraq kimin bizə saxlayıbdır. Heyhat minnəz zillə. Zillət bizdən uzaqdır. Biz zillətə girmərik. Hər qiymətə yaşayaq, biz qəbul eləmərik. Hər qiymətə insan yaşamaz. Bizlərdə də bu var. İnsan məgər namusun satar yaşasın. Hər qiymətə çıxışı görməz. 5 günlük dünyaya görə insan hər zadını satmaz. Şimdi desin, hər qiymətə mən nəfəs çəkim. Yaşamır ki, o da nəfəs çəkir. İmam bu cümlələrdə bir ayrı bir yaşayışı bizə təqdim elədi. Dedi, bəzi yaşamalar nəfəs çəkmədir. Həqiqisi tədrici ölümdür. Bəzi ölüm əbədi yaşamaqdır, həmişə qalmaqdır. İmam Hüseyin beyət eləsəydi o gün mümkün idi. O da mən təhlilim budur ki, cinə ayrı yolundan öldürəcəkdilər. Çünki bunlar Ali Məhəmmədə həsadətləri var idi Bəni Üməyyənin. Muaviyyədən bir cümlə tarixdə var.
Hüdeybiye sülhüdən sonra, Hüdeybiye yox, İmam Həsənin sülhündən sonra. İmam Həsən bilirsiniz, Muaviyə ilə sülh elədi. Sülhüdən sonra bir nəfər müşavir Muaviyə, adı Muğayrət ibn Şubə idi. Deyirlər əslən Yazidin xəlifəliyini bu Muaviyənin zehninə saldı. Özünün istolunun saxlamaq üçün. Dedi, mən Əraqda beyət allam, nigaran olma, Yazidə. Deyir, Muğayrə deyir ki, mən Muaviyə dedim ki, İmam Həsəndən də geçin. Hər zadı verdi sənə də, sülh elədi, hər zadı verdi sənə. Da nə axtarırdın? 13 onların əlindəydin, sən xəlifə. Hər zadı verdi sənə. Deyir, Muaviyə mənə cavab vermədi. Ta əzan səsi eşitdi. Mənim sözümə cavab vermədi. Əzanda yetişdi, əzanda buna ki, əşhədü ənə Muhammədən Rasulullah. Muaviyə getdi, mənə dedi ki, Muğayrə deyir, müşaviri. Dedi ki, ta əzanda bu adamın səsi gəlir, adı gəlir, hələ bizə sakitlik yoxdur. Kim deyir? Muaviyə. Harda oturub? Peyğəmbərin yerində. Xəlifətü Rasulullah. Peyğəmbərin canişini olaraq. Nə deyir? Deyir, bunun adı var, mən hələ sakit olanmaram. Ona görə hələ beyət eləsəydi, mənim təhlilim budur ki, Bəni Ümeyyə intiqam alardı Peyğəmbərdən, Peyğəmbərin oğladından. Qoymaz dələ dili qalsın. Hələ fərz eləyək, 5 gün Hüseyin diri qalaydı. Beyət eləyəydi, diri qalaydı. Hələ indi deyəcəm, İmam Hüseynin beyətinin zərərləri nə idi? Da adı qutuldu, getdi. İmam Hüseyin milyard insanlara, hətta qeyri-müsəlmanlara da Heyhat Minnəzd bayrağının rəhbəridir. Zülmə boyun əymamağın rəhbəridir imam. Özdə qiyamətə qədər. Bu qutulmuşdu. 4-5 günlük fəqət nəfəs çəkmişdi. Hələ təhlilim mənim budur ki, bu nəfəsi də qoymayacaqlar çəksin. Fərz eləyək 4-5 gün. Buna deyərlər tədrici ölüm. Buna deyərlər zillətli yaşayış. Buna deyərlər əyilmək və sındırmaq insanı. Bir təvazu var. İnsan özü əylə. Pak insanların qarşısında. Salim insanların, salih insanların qarşısında insan gərək egoistlə yaşamaya, təkəbbürlə yaşamaya. Onun adına deyirlər təvazukarlıq. Bir də yox, zülmə əylə. Paka əyilməyə, zülmə əylə. Buna deyirlər zillət. Daha təvazukarlıq deyil. Mən təvazukarlığa misal vurum. Sənin qüdrətin var evdə, ailədə. Ailədə mümkün insanın bir problemi ola. Bir səhv ola, bir xəta ola. İnsan orada güzəşt eləyə bilə. Ürəyini böyük tuta bilə. Təvazu eləyə bilə. Əylə bilə, bu təvazudur. Burada o təkəbbür bəhsi deyil, təvazudur. Təvazukarlıqdır. Amma bir zalim insanın abrısı, namusun, hər nəyin istəyir, sual altına aparsın. Ona əyilmək, yəni zillət. Və İslam bunu insandan istəmir. İmam Hüseyin məktəbi bunu istəmir insandan. İmam buyurdu ki, bu iki işin arasında məni qoyubdur. Əla ibnəd-dəi ibnəd-dəi. Dəi, o əyri adama deyərlər ki, məşhurdur da. Hamı tanıyır biləsin. Bəzi insanlar əyri olarlar, amma tanınmaz. Bayraqçı əyriyə deyərlər dəi. Deyir, bu məni iki işin arasında qoyubdur.
İbn Ziyad və Yazid məni iki işin arasında qoyubdu. Ya beyət eləyəm, ya öləm. Da iki dana işin arasındadır. Heyhat min nəzzillə. Mən heç vaxt bu beyəti qəbul eləmərəm. Görəsən İmam Hüseyin beyət eləsəydi nə olardı? Birini dedim. İmam beyət eləsəydi zəlillik idi. Zalimə boyun ərib nəfəs çəkmək idi. 5 gün çox nəfəs çəkəcəkdi. 5 gün çox. Yaşamaq da da ya nəfəs çəkməkdir. 2. İmamın beyəti Yazidin İslamını qol çəkmək idi. Yazidin məgər İslamı var? Bəli. Yazidin İslamı, yəni məsiyət də elə, günah da elə, hər nə də elə, fəqət adın müsəlman olsun. Yazidin İslamı bu idi. Yazidin və Yaziddən qabaqçı Bəni Üməyyənin adamları vaxtı imam cəmaət olurdular, piyan məscidə gəlirdilər. İmam cəmaət piyan gəlirdi, ha, hələ namaz qılan yox. Sübh namazını 2 rəkat əvəzinə 4 rəkat qılırdı. Çünki piyanı idi, öz alında da idi ki. Deyirdilər, 4 rəkat qıldın, deyir, istəyirsiniz ki, nə də qılım. Öz halında da ki. Yazidin İslamı yanı bu. Bəni Ümeyyə İslam yanı bu. Aşkara günah eləmək, özü də adi adamın günah eləməyi fərq edir, ha, mən kiminlə günahı ilə. Ola, fərqi vardı. Yazid xəlifə-i Rəsulullah idi, aşkarcasına günah edirdi. Muaviyə də bu işi görmürdü hətta. Muaviyə üstünü örtürdü. İmam Hüseynin qol çəkməyi, beyət eləməyi təhcə indiki müasir dövrdə rəy vermək deyil, seçki mənasında deyil, vəfadarlıq bildirməkdir. Ki, mən sənə həyatımda vəfadaram. İmam Hüseyin Yazidə vəfadar. Aşkar günah eləyən, Peyğəmbərin yerində oturub aşkarcasına günah eləyən İmam Hüseyin ona beyət eləməyi mənası yeni bir İslam qurmaqdır. Peyğəmbər İslamı da deyil. O yeni İslam ki, peş namaz piyan da namaz qıla bilər. O yeni İslam ki, Muaviyyənin siz tərcüme halını oxuyun, bir nəfər üzr istəyirəm məclisdən, qardaş elədi özünə. Bu İbn Ziyad yoxdur, Kufənin valisi. Bunun dədəsini Muaviyyə özünə qardaş elədi. Niyə? 2 dənə şahid gətirdi ki, bunun dədəsi o anadan dünyaya gəlib ki, Əbu Süfyanla əyri yolda olublar. Həram yoldan gələn uşaq da elə Əbu Süfyanın uşağıdır, mənlə onlar qardaş. Yeni İslamdır bu. Ona görə Ziyad ibn Əbih deməyirlər, bu İbn Ziyadın dədəsinə deyərlər Ziyad ibn Əbu Süfyan. Bu yeni bir İslamdır. Bu yeni İslamın mahiyyəti nədir? Mahiyyəti kəlmələr dini kəlmədir. Kəlmələr dini kəlmədir. Qabıq dini qabıqdır. İçəri şəhvətdir. İçəri həva və həvəsdir. İnsan öz həva və həvəsini dini qalibdə düzəldir. Kəlmələr dini sözlərdir. Adam bəzən yeni İslam düzəldər. Sözləri saxlayar, içərisini boşaldır. İmamın qəbul eləmağının mənası bu idi. Bu iki bizim alimlərimiz buyururlar İslam-ı Muhammedi
Və İslam Əməvi, yəni Bəni Ümeyyə İslamı bundan idi. Əgər imam bəyət eləsəydi, Bəni Ümeyyə İslamı rəsmiyyəti var idi. Yazid bilirsiniz, nə dedi? Şamda. Bunlar əcib sözlərdir ha. Dinə nə cür baxır bilməlidik. Yazid İmam Hüseynin başını gətirdilər Şama. Bəşi bədəndən ayırıblar, gətirdilər Şamda Yazidin məclisinə. Yazid qəmçi ilə vurur bu başa, şeir oxuyur. Yazidin şeirləri tarixdə var. Oxuyun nə deyir. İstəyirəm Yazid İslamını təqdim eləyən bilirsən. Deyir ki, Peyğəmbər din adı ilə hökumət elədi. Din yoxdur, qiyamət yoxdur, vəhy yoxdur. Bunlar yalan sözdür. Peyğəmbər bu adlarla gəldi bizə və Peyğəmbər adı ilə hakim oldu. Ləibət haşimü bil mülkü fəla xəbərun caə və la vəhyun nəzəl. Nə qiyamət var, nə vəhy var, nə Cəbrəil var, nə ayələrin gəlməsi var. Bunları Peyğəmbər düzəltdi özü. Yazidin sözü daha bu sözlər. Mən bunun davamını deyim nə deməkdir? Bu istəyir nə desin? Deyir ki, dindən əbzar kimin istifadə elə. İndi də var ha, dini əbzar olaraq istifadə olunsun. Harada lazım gəlsə dindən istifadə elə. Din həqiqəti ki Allah tərəfindən gələ, Cəbrəil gətirə, öcür şey kimin baxmayasan. İnanmayasan dinə, inanmayasan qiyamətə, inanmayasan vəhyə, inanmayasan Peyğəmbərə. Və dini niyə din adı deysən? Ağzında niyə din terminləri işlədirsən? Bu cür. Buna deyirlər Yazid İslamı. Əbzar. Harada gəldi? Dindən də istifadə eləyə bilirlər. Daha din mənim ruhumu paçlaşdırmır. Din mənə əbzar olur, atverka olur. Harada istədim onu istifadə edeyim. Bəzi yerlərdə belədir. Buna deyirlər Yazid İslamı. Buna deyirlər Bəni Ümeyyə İslamı. İmam Hüseyin bunun qabağını istəyirdi az. İmam deyirdi, o dini ki cəddim gətiribdi, o bu deyil ki Yazid düzəldir indi. Yazid mümkündür, dini yerlər də düzəldə, amma əbzar kimin? Fərq edir ondan. Ona görə İmam Hüseyin beyət eləsəydi, belənci bir İslami rəsmiyyətə danışdı. Yaxşı. Mən biraz qeydaq özümüzə. Heyhat minnə zillətin 2 dana budağı var. Bir budağı budur. İnsan 2 cür zəlil olar. 2 yerdə cəhdiyə heyhat minnə zillə. 2 yerdə. Bir haman İmam Hüseyin kimin? Zalim biləsindən beyət alsa gərək deyə heyhat minnə zillə. İnsan âli cənablığını qoruya. İkinci yer bizə dərdə dəyər. O da nəfsi də adamı zəlil eləyər. İnsan gərək heyhat minnə zilləti nəfsində də deyə. Nəfs öz istəkləri ilə insanı qul eləyər özünə. İnsanı çəkər, zəlil eləyər, sındırar ta o şəhvani istəklərinə yetişsin. Heyhat minnən zillətin 2 dana mənası var. Biz zillət altına girməruk, nə zalimin zillət altına girməruk, nə nəfsimizin zillət altına girməruk. Biz qəbul eləməruk zilləti, alçaqlığı, günah nəfsinən ruhu alçatmaqdır. Bunu da qəbul eləməruk.
Ona görə bizim indiki vəziyyətdə həyatımızda heyhat minnə zillənin bu ikinci budağı da vardı. Gərək özümüzü qoruyaq, möhkəm eləyək, nəfsin istəklərindən özümüzü kontrol eləyək. Bizim hədislərimizdə vardı, insan nə cür zillətdən uzaqlaşsın. Allah deyən izzətli yaşayış olsun. Sizlər, elə bizdə də bir cür adət var, Allah izzət versin. Belə bir söz biz deyirik bir-birimizə. Allah yanında əziz olasan, zillətə girməyəsən. Hədislərimizdə neçə işi tapşırıblar, bunlarla insan Allah yanında əziz olar. Biri əfvidir. İnsan güzəşt əhli ola. Əziz olar. Hər zatdan insan intiqam ala, bu əziz olmaz. Xırdalıqları başqasının üzünə çəkə, bu əziz olmaz. O insan cəmiyyətdə alicənab olar, əziz olar, Allah yanında da əziz olar, əff əhli olar, güzəşt eləyə bilər. Hədislərimizdə bu var. 2. Silə-i ərham eləyən əziz olar. Silə-i ərham nədir? Qohum qəbilə ilə əlaqəni qırmayan. Bu da əziz olar. İslam dairəsində izzətin mənalarını deyirəm o. İnsan təvazökar insanların, salim insanların, pak insanların qarşısında gərək mütəvazı ola, egoist olmaya, təkəbbürlü olmaya, bu da əziz olar. Deyibə əyilir, hədislərdə var, mən təvazəə rəfəəhullah. Kim pak insanların qarşısında əyilsə, Allah onu ucaldar. Zalim qarşısında yox ha, pak insanların qarşısında. Səbrlə insan əziz olar. Səbirsiz iş görsə, tələsik qərar çıxarsa, tələsik cavab versə, tələsik bir zada yetişsə, bu izzətin sındırar. Deyir, səbr eləsən, əziz olasan. Və axırıncı bu hədislərimizdə insafdır. İnsan insaflı olmalıdır. İnsaf yəni nə? Nəyi özvə sevirsən, başqasına da onu sev. Nəyi özvə sevmirsən, başqasına da onu sevmə. Bununla da insan cəmiyyətdə əziz olar. İmam Hüseynin məktəbinin biri də izzət dərsidir. İmam Hüseyn bizə deyir, zalimə təslim olma, amma əziz yaşa. İmam bunu ki, heyhat minnə zilləti dedi, istinad elədi əcib bir məsələyə. Dedi, mən zillət altına girmərəm, çün mənim ruhum belə böyüyübdür. O ətəklərdəki böyümüşəm, mənim anam məni belə böyüdübdür. Xanım Zəhra məni belə böyüdübdür. Pəs tərbiyyətin də mühüm rolu vardı. Xanım Zəhra İmam Hüseyni nə cür böyüdü. Amma bu xanım bir dənə ziyarətdə, bilirsiniz, Aşura günü cümədir. Yəni tarixi baxımdan cüməyə düşübdür. O zaman Aşura günü cümə idi. Amma bir dənə ziyarətnamədə var, birinci gün. Aşura gününü yazıb birinci gün. Alimlər sual yaranıb ki, bu səhvidir bu söz. Aşura aydındır, cümədir. Niyə o ziyarətnamədə yazıb birinci gün? Sonra sirrin tapıblar. Görüblər xanım Zəhra qapı arasındakı qalıb birinci gündür. O Aşuranın bünövrəsi oradan başlanıbdır. Əgər o birinci gün olmasaydı, bu cümə olmazdı.
Xanım Zəhranın bir mənsub ona bir beyti var. Buyurur ki, sohbət ələyyə məsaibu. Yağış yağar, iki növ yağış yağar. Bəzən aram-aram yağış yağar. Bəzən görsən yarmaça kimi, bəh-bəh, sürətlə yağış yağar. Ərəb o yağışa deyərlər səbb. Deyir, müsibət də mənə öcür yağdı. Özdə bir dənə müsibət yox, ha, sohbət ələyyə məsaibu. Deyir, istəyirsən sənə nişan verim o müsibəti ki, mənə gəldi, nə cür idi? Əgər gündüzə gəlsəydi, olardı gecə. O nə müsibətlər idi xanım Zəhraya, gündüzə gəlsəydi, olardı gecə. Özü də xanım demir müsibət, deyir müsibətlər. Məlumdur, fəqət qapı divar arasında qalmaq deyil. Və ləstu ədri xəbərəl mismari. Bir böyük alim deyir ki, mismar böyük mıxa deyərlər. Böyük mıx ki, qədim qapılarda böyük mıxlarla təxtələri, ağır təxtələri bir-birinə bağlayardılar. Ona deyər ərəb mismar, balacə mıxlara deməz. Deyir, tarixdə bir dənə kəlmə var, xanım Zəhranın şəhadəti barəsində. O kəlmə də mismardır. Bilmirəm, bu mismar nədir? Və ləstu ədri xəbərəl mismar. Sonra özü cavab verir. Deyir, istəyirsən biləsən, mismar nədir? Get xanım Zəhranın sinəsindən soruş. Səl sədraha xəzinətəl əsrari.